daxil oluruq malların və xidmətlərin mədaxilinə və artıq görürük ki, 2 dənə əməliyyatımız var və əlavə etməyi sıxırıq və gəlir satın alma komissiya. Bizdə xidmət dediyi yenə də bu sıxırıq və OK sıxan kimi artıq beləncə bir pəncərə açılır. Əvvəlcə yuxarı hissəni dolduraq. Gəlin kontragenlə baxaq. Birinci reklam alışı edək. Daxil oluruq 3 nöqtəyə. Burada cash flow-ya və gəlirik digər kontragenlər, ayna reklam MMC-yə. Görürük avtomatik olaraq müqaviləsi də düşdü. Deməli problem yoxdur. Ambardakı seçməyə ehtiyac yoxdur, çünki bizim burada cash flow-muzda gördüyümüz kimi 3 dənə ambarımız var. Xidmətin ambarı başı ofis olur. Və buna ehtiyac yoxdur deyə keçirik bu tərəfə. İndi gəlir əsas hissə. Aşağı hissəsində gördüyümüz kimi mallar, xidmətlər, agent xidmətləri. Əsas bu 3 hissə ilə biz işləyəcəyik. Biz də indi mal alış etmirik, xidmət edirik deyə keçirik ikinci pəncərəyə. İkinci pəncərəyə keçən kimi avtomatik olaraq beləncə bir pəncərə açılır və burada üstə gəlmə işarəsini klikləməklə avtomatik olaraq biz yenidən pəncərə açırıq və nomenklaturamızı daxil etməliyik. Onun üçün nə edirik? Adını da yaza bilərsiniz bura. Məsəl üçün yaza bilərsiniz ki, ayna MMC. Əgər o çoxdursa, məsəl üçün bu şirkətlə 5-6 şirkətlə iş görürsünüzsə, qarışa bilər. Ona görə də burada məsəl üçün seçə bilərsiniz. 3 nöqtəyə klikləyirsiniz. Gəlirsiniz Uslugiyə. Uslugidən sonra gəlirsiniz öz papkanızı tapırsınız və reklam xidmətini klikləyən kimi avtomatik olaraq düşdü. Görürük ki, burada misal üçün miqdarı var. Nə qədər alacaqsınız? Misal üçün yazaq ki, bir dənə alırıq. Qiyməti misal üçün bir xidmətin qiyməti bizə bu 300 manatdan satır və avtomatik olaraq məbləğ də 300 manat etdi. Və belə bir şey də var ki, biz alışda əsas bu nüansa diqqət etmək lazımdır. İndi gəlin bu qiyməti silim mən. Niyə? İndi onu deyəcəm. Çünki belə bir şey var ki, burada qiymətlər və valyuta. Qeyd etdiyim kimi mütləq şəkildə ora daxil olmaq lazımdır. Kliklədikdən sonra belə avtomatik bir pəncərə açılır. Bu pəncərədə mütləq şəkildə bu məbləğ ƏDV-yə daxilini götürmək lazımdır. Niyə? Çünki bu gələcəkdə bizə elektron faktura yaradılmasında problem yaradır. İkincisi problemi odur ki, ödənişdə problem yaradır. Əgər bu işarə burada qalırsa, bu o deməkdir ki, 300 manatın içində ƏDV-si də var. Yəni onu böləcək, yarısını ƏDV verəcək, yarısını bizim xidmətə. Amma biz misal üçün 300 manatlıq məhsul alıb, xidmət alırıq, əlavə ƏDV də ödəyiriksə, mütləq şəkildə bunu götürmək lazımdır. İndi biz bunu götürüb OK sıxırıq. Daha sonra məlumatımızı aşağıda doldururuq. Nə edirik? Daxil edirik misal üçün yenidən bir dənə qeyd edirik. Qiymətimizi yazırıq 300 manatdır və avtomatik olaraq gördüyümüz kimi qiymət dəyişdi. 300 manatı tam götürdü, ƏDV-ni böldü, 54 manat götürdü və cəmi olaraq bizə 354 manat göstərdi ki, yəni sənin ƏDV ilə birlikdə xidməti pulu olacaq 354 manat. Əgər biz bunu götürməsəydik, o zamanı bu işarəni, o zaman fərqli göstərəcəkdi, ayıracaqdı. Bu şəkildə qalsın, çünki gələcəkdə biz hesab faktura daxil edəcəyik. İstəsək burada hesab fakturanı daxil edə bilərik, amma indi biz yaratmamışıq deyə o şeylərə girməyək ki, beynimizdə olmasın. Şərh hissəsinə gəlirik və şərh hissəsində də yazırıq. İstəsəz burada bunun müqaviləsini klikləyib, kopya edib, məsəl üçün burada yaza bilərsiniz. İstəsə bu xidməti, məsəl üçün adını, indi müqavilənin nömrəsini yazaq şərh hissəsinə də ki, bilə hardadır, PSL bura yapışdıraq və keçirik sonra hansı hissəsinə. Əsas hissəsi gördük ki, avtomatik olaraq bizə ƏDV, yəni detal hissəsi verdi. Amma KT hissəsini biz yazmalıyıq. Sonra keçirik agentlik xidmətinə. Agentlik xidmətini doldurma ehtiyac yoxdur, çünki biz xidmətlə məşğuluq hələ ki. Gəlin indi burada tarixi mütləq şəkildə dəyişək ki, düzgün gəlsin. Təsəvvür eləyək ki, ayın 20-si biz xidmət alışı edirik. Yəni 01-20-2025 və bu şəkildə artıq tariximizi də dəyişdik. Sonra gəl hesablar. Bax, bu hesablarda biz nəyə yazacağıq? Biz, misal üçün, indi dedik ki, DTK hissəsini yazıb. Yaxşı, bəs bu hesablarda nəyə yazacağıq? Onu qeyd edək. Deməli, bizdə bu
reklam xidməti olduğuna görə biz mütləq şəkildə bunu qeyd etməliyik. 535 və 535-in özünü seçə bilmərik. Görüb burada icarə üzrə qısa müddətlidir. Maliyyə icarəsi üzrə bunu seçirik. Çünki 01 dedik ki, Azərbaycan ərazisində olandır. 02 artıq xarici şirkətlərlə bağladığımız müqavilələr üzərində aparılır. Avanslar da ki, əgər 500 varsa, mütləq deməli onun yanında 243 gəlir. Yəni verilmiş qısa müddətli avans. Biz buna avans versək də, verməsək də bir şey dedik ki, əslində bu formada qeydiyyat aparır və ondan sonra artıq ödənişlər edir. Bu indi bizdə reklam xidməti olduğuna görə 535-i yazdıq. Amma Azərişıq və Kommunal olarsa, digər mal alışlarında mütləq şəkildə biz 531-i yazmalıyıq. Əlavələr hissəsində burada daxil olan nömrəni qeyd edə bilərsiniz. Yükü göndərən, yükü alan və s. kimi məlumatları yaza bilərsiniz. Xidmətdə isə bunlara ehtiyac yoxdur, çünki onlayn şəkildə olur. Və sonra gəlir hesab faktura. Hesab faktura əgər varsa, buna klikləyib biz bunu daxil edirik və hesab fakturanın sənədin nömrəsini qeyd edirik, daxil olma fakturasını qeyd edirik və alış kitabı ƏDV tutulmasını əks etdirməsi üçün bu işarədə olduğu kimi qalır. Hələ ki biz hesab faktura yaratmamışıq, ona görə də bu işarəni götürürük və artıq görürük ki, cəmi olaraq bizi 354 manat hesabladı. 54 manat da bizim ƏDV-imizdir. Və istəsəz burada hesab fakturanı daxil etməyinə klikləyib və yenidən burada əlavə edə bilərsiniz. Hələ ki əlavə etmirik. Biz olduğu kimi saxlayırıq və bütün məlumatlarımızı da doldurduq və əlavə heç bir məlumata ehtiyac olmadığına görə OK düyməsinə sıxmaqla yaddaşa verə bilərik. Yazmaqla biz sonra yaddaşa verə bilərik. Bağlamaqla isə ümumiyyətlə silə bilərik. Yuxarıda hissədən yaddaşa veririk və bunun DTK hissinə baxaq. Görək necə bir şey yaddaşa verib. Və görürük ki, detay hissəsində 721-ə göndərib, yəni xərc kimi tanıyıb və bu 300 manatdır və 531-ə göndərib ki, bu da onu göstərir ki, bizim aynaya 300 manatlıq reklam xidmətimiz var, yəni borcumuz var və bununla yanaşı 241-i də bir şey açıb nəyə görə? Çünki ayna ƏDV ödəyicisidir və avtomatik olaraq bizim də 54 manat borcumuz var. Və əlavə olaraq biz aynaya 54 manatda pul verməliyik və bunu da 535-ə göndərib və o formada tanıyıb. Və biz bu formada analiz edə bilərik. Deməli, bizdə aynaya 354 manatlıq borcumuz var. Bu şəkildə biz həmçinin bunu saldoda da baxa bilərik. Yəni hesablar hissəsinə daxil olmaqla baxa bilərsiniz və həmçinin də bu üsulla, yəni xidmət alışından biz digər kommunal ödənişləri alışını və ya ödənişlərini hesab fakturasını yarada bilərik.